Mən ümumi tendensiyanı dedim. İndi bir xüsusi məsələ üzərində durmaq istəyirəm. E, Putinin atacağı addımlardan biri də Ukrayna cəbhəsində, yəni ictimai rəyi, həm ölkə daxili, həm də beynəlxalq ictimai rəyi, belə deyək də, onların dili ilə desək, KGB-də Nigodin obyekt deyirlər. Nigodin obyektə yönəltmək üçün ilk növbədə Cənubi Osetiya fikir verin. Cənubi Osetiya məsələsi qalxa bilər. Cənubi Osetiyanın Rusiya, belə deyək də, dırnaqarası inteqrasiyası istiqamətində hansı addım atıla bilər? Ola bilsin ki, tam ilxaq haqqında qərar verilməsin, amma hansısa bir aralıq bir addım atılsın. Yəni, görürsünüz ki, Çar formadadır, Rusiyanın itirilmiş torpaqlarını yığmağa davam edir. Yəni, öz reytinginin, bilirsiniz, düşməsi onu çox ciddi narahat edir. Bu bir məsələ. Yəni, Gürcüstan, Cənubi Osetiya, diqqət. İkincisi, Ermənistan. Ermənistanda bilirsiniz ki, ayın 4-də Konstitusiya Məhkəməsində iş bitməlidir və Konstitusiya Məhkəməsi öz qərarını açıqlamalıdır. Gözlənilən odur ki, Konstitusiya Məhkəməsi MSK-nın, yəni seçkin nəticələrini belə deyək, təsdiq edəcək. Və bu halda artıq Ermənistanda hansı proseslər başlayacaqdır? Karapetyanın liderliyində. Burada indi hələ düzdür, Karapetyanla Kaçaryanın orada rəqabəti gedir. Amma bilirsiniz ki, əhəmiyyətli dərəcədə Karapetyan, yəni güclü Ermənistan bloku Ermənistan blokundan daha çox səs verir. Onlar 29 yeri var. Kaçaryan isə 12 yeri var parlamentdə. Əgər mandatdan imtina etməsələr, mən belə hesab edirəm ki, imtina etməyəcəklər. Burada müxalifət birləşə biləcəkmi? Rusiya müxalifəti, yəni öz tərəfdarı olan müxalifəti birləşdirə biləcəkmi? Və kütləvi hərəkat başlayacaqmı? Və bu kütləvi hərəkatı Paşinyan hökuməti idarə edə biləcəkmi? Ermənistana diqqət, yəni Ermənistan daxili siyasi inkişafına diqqət və burada trip məsələsinə diqqət. Çünki Paşinyan söz vermişdi ki, seçkilərdən sonra tikinti işlərinin artıq sürətləndir. İndi bilirsiniz, hazırlıq işləri gedir və gözlənilirdi ki, payızda, ilin sonuna doğru tikinti işləri başlasın və Azərbaycan da, Türkiyədə, Avropa Birliyi də, Amerikada təzyiq edir ki, intensivləşsin bu proses. Ona görə də biz tripi də izləməliyik, Ermənistan daxili inkişaf prosesində izləməliyik. Ona görə də o aqressiv davranacaqdır. Həm Osetiyada, həm Ermənistanda və üçüncü növbədə də Azərbaycana yönəliş olaraq. Üçüncü növbədə. Bizdən öncə Gürcüstan və Ermənistan var. Onu qeyd etmək istəyirəm. Və ona görə də biz Ermənistanda gedən prosesləri də yaxından izləməliyik və imkan vermək olmaz ki, Ermənistanda hər hansı bir sui-qəsd ya çevriliş olsun, baş tutsun. Bu, hər şeyin sıfır nöqtəsinə qayıtması demək olmasa da, sıfıra yaxın bir yerə qayıtması demək ola bilər. Bir anlığa təsəvvür edin ki, Karapetyan, Kaçaryan cütlüyü hakimiyyətə gəlir və Rusiya yenidən həm siyasi strateji, həm də hərbi, onsuz da iqtisadi strateji üstünlüyü ondadır, hərbi strateji ondadır. Siyasi strateji üstünlüyünü də təmin edəcəksə, deməli, biz yenidən qayıtmalı olacaq üç tərəfli bəyanata, Rusiyanın nəzarətində o yolun açılıb, açılmaması məsələsi. Və bu, Rusiyanın da əslində təzyiqləri, referendum keçir, KTMD-dən çıxırsan yoxsa yox, referendum keçir, Avrasiya İqtisadi Birliyindən çıxırsan yoxsa yox. Əslində isə tələbi tripdir. Çünki artıq mən hər zaman deyirdim, məndən soruşanda ki, nəyə görə deyək ki, Rusiya görmür ki, Cənubi Qafqaz, Gürcüstan, Azərbaycan onun nəzarətindən çıxır. Mən həmişə deyirdim ki, onun üçün Zəngəzur dəhlizinin açılmasıdır geri dönməzlik nöqtəsi. Və indi o vaxt çatıb, yetişdi o vaxt. Ona görə də önümüzdəki 6 ay bizim üçün də, Ermənistan üçün də kritik dövr olacaq. Zəngəzur mərkəzli olaraq, Yerevan mərkəzli olaraq, yəni siyasi anlamda.